Deməli, müəllimə, burada mən indi sizə fəaliyyətin pedaqoji tələblərdən fəaliyyətin stimullaşmasının izahını verəcəm. Əslində bax bu fəaliyyətin stimullaşmasında bayaqların məsələn mən dedim nailiyyətin izlənilməsi, nailiyyətin təhlili varsa inkişaf yönümlülükdədir. Nailiyyətin təhlili deməli izlənilməsi isə fəaliyyətin stimullaşmasındadır. Baxın bax burada yəni fəaliyyəti, şagirdin fəaliyyətinin dəyərləndirilməsidir. Fəaliyyətin stimullaşmasında. Şagird fəaliyyətinin dəyərləndirilməsidir. Yəni müəllim əgər şagirdə düzgün rəy vermirsə, yəni burada fəaliyyətin stimullaşması pozulacaq. Biz gələcəkdə məsələn konstruktiv rəy deyəcəyik. Məsələn o qiymətləndirmə bölməsində mən sizə keçəcəm orada konstruktiv rəy. Yəni əgər konstruktiv rəy nədir? Şagirdə səhvini də deyirik, düzünü də deyirik və səhvi düzə çevirmək üçün onu istiqamətləndiриrik. Yəni bu məsələn deyək ki, vermisiniz məsələn mən öz ixtisasım üzrə indi hansısa bir nümunə göstərəcəm. Siz onu öz ixtisasınız üzrə deyək ki, inteqrasiya eləyə bilərsiniz. Məsələn 5 dənə fonetik təhlil vermişəm. Baxıram uşaq bunun 3 dənəsini düz yazıb, 2-sini yanlış yazıb. İndi mən buna konstruktiv rəy verəndə deyəcəm ki, Fəridə qızım, baxıram ki, bax yazdığın fonetik təhlillərdən 3-ü doğrudur, 2-si yanlışdır. Mən sənə ki, fonetik təhlil yazdırmışdım qaydaları və yaxud da ki, hədəf kitabında mən sizə demişdim, açın oxuyun fonetik qaydaları. Fonetika bölməsində filan mövzuları gedib oxuyursan, sözlərin tələffüsü, orfoqrafiyası, orfoepiyası və yenidən bu fonetik deməli yanlışlarının üzərində işləyib onların düzəldirsən səhvlərini. Deməli mən burada nə etdim? Şagirdin səhvini də dedim, düzünü də dedim və onun səhvini düzə çevirmək üçün onu istiqamətləndirdim. Yəni burada deməli mən fəaliyyətini stimullaşdırdım. Yox əgər mən ona desəm ki, bu nədir yazmısan? Buna bax 3 səhvin var. Get səhvlərini düzəldib gətirərsən falan. Burada fəaliyyətin stimullaşması pozulacaq. Yəni burada əgər biz müəllimin verdiyi rəy şagirdi irəliyə aparmırsa, onun səhvini düzə çevirmirsə, konkret yol göstərmirsə, bu zaman fəaliyyətin stimullaşması pozulacaq. Bax müəllimlər, deyək ki, bax Sədaqət müəllimə, bax stimul nədir? Həvəsləndirmədir. Stimul nədir? Onu motivasiya edirsən, həvəsləndirirsən, ruhlandırırsan, onu dərsə marağını daha da artırırsan. Əslində evdə baxın, yəni bizim övladlarımız da belədir. Biz deyək ki, onlara stimul verəndə onlar necə həvəslənirlər. Məsələn, deyə bilərik ki, afərin, əhsən, bunu necə gözəl etmirsən, çox bəyəndim. Məsələn, bax bu bəzən baxırsan müəllimlər deyir ki, ay müəllimə, niyə biz afərin, əhsən deyə bilərik şagirdə? Niyə demirik ki? Əlbəttə ki, deyə bilərik. Yəni əslində biz necə ki, evdə övladımız hansısa bir işi görəndə məsələn, ana gəlir evə, baxır ki, qızı evləri yığışdırıb, çay qoyub, xörək hazırlayıb, deyir, afərin mənim qızıma. Yəni, əgər biz bunu stimullaşdırıb, onun o fəaliyyətini dəyər veririksə, sabah bundan da yaxşısını görəcəyik onda biz. Məsələn, əslində şagirdimiz də belədir. Bəzən baxırsan ki, məsələn, deyək ki, mən həmişə bu nümunəni göstərirəm müəllimlərə. Deyirəm ki, bəzən baxırsan ki, qaynana gəlinini tərifləyir. Mənim gəlinim çox qoçaqdır, təmizkardır, gəlin bu nedir? Neyəcək? Gəlin bundan daha da stimul aldı, daha da həvəslənəcək. Başlayacaq qaynanasının otağını təmizləyəcək, paltarlarını ütüləyəcək, nə bilim, evi neynəyəcək? Gül çiçəyə döndərəcək. Neynədi gəlin? Daha da həvəsləndi, bir motivasiyası artdı, həvəsləndi, ruhlandı ki, qaynanam qohumların, qonşuların yanında məni tərifləyir. Yəni, bax, neynədi qaynana? Onun fəaliyyətini dəyərləndirdi. Onun fəaliyyətini stimullaşdırdı. Ona daha da stimul verdi. Yəni, o qaynanasının o etdiyi o təriflərdən gəlin stimul aldı. Yəni, əslində, baxın, bu, deyək ki, həm övladlarımızda, həm deyək ki, ətrafımızda və yaxud da ki, şagirdlərimizdə də belədir. Şagirdin əgər biz fəaliyyətini dəyərləndirmirik, fəaliyyətini stimullaşdırmasa, o həvəsdən düşəcək. Bugün deyək ki, 5 cümlə ilə biz onun fəaliyyətini stimullaşdırırıq. Sabah baxacaqsan ki, bugün verdiyi cavabdan da daha gözəl cavablar verir. Bugün yazdığı nəticədən də gözəl nəticə göstərir. Məsələn, başqa bir nümunə deyim buna, Sədaqət müəllimə. Deyə bilərik ki, məsələn,
şagird tədbirdir. Şagirdlər çıxıb tədbirdə gözəl çıxış eləyiblər. Baxırsan ki, 3 şagirdin o qədər gözəl danışdılar, gözəl çıxış. Neynədir? Rəhbərlik gətirdi, onlara fəxri fərman verdi. Çağırdı məsələn hansısa bir iclasda və yaxud sinif qarşısında, böyük bir auditoriyada onların fəaliyyətini dəyərli bir fəxri fərmanla şagirdlərin fəaliyyətini stimullaşdırdı. Deməli, bu nə oldu? Fəaliyyətin stimullaşması. Əslində, bax bunu mən özümdə sinifimdə tətbiq eləyirəm. Hansısa bir kiçicik qələm hədiyyəsi ilə, hansısa bir kiçicik, lap bir parça kağız nədir? Fəxri fərman, sertifikat, bir A4 vərəqində, məsələn, deyək ki, filan sınaqda göstərdiyi yüksək nəticəyə görə filan kəsə təltif olunsun. Görün bu şagird necə həvəslənir. Yəni bir insan əməyinə o cür dəyər veriləndə, əlbəttə ki, o etdiyi o fəaliyyətdən daha da məsələn ruh yüksəkliyi alacaq. Həm əhval-ruhiyyəsi gözəl olacaq, həm motivasiyası artacaq. Əhval-ruhiyyə məsələn deyək ki, həvəslənəcək, ruhlanacaq və ondan da yaxşısını etməyə çalışacaq. Bax ona görə biz buna deyirik fəaliyyətin stimullaşması. Müəllimə. Deməli, bax bu pedaqoji tələblərdən oldu fəaliyyətin stimullaşması.